Salam, hər vaxtınız xeyir. Belə bir qrafiki informasiya məsələsinə baxaq. Bu məsələdə istəyirəm iki məqamı izah eləyim. İlk öncə birinci baxaq. Birinci baxaq. Rəng palitrası 8-ə endiriləndə həcm necə dəyişir? İkinci də baxaq. 8 dəfə enəndə həcm necə dəyişir? İkisinə də baxaq. Deməli, 512 rəngdən ibarət palitrada yaradılan təsvirin çevrilməsi zamanı üfüqi nöqtələrin sayı 12 dəfə artırılıb, şaquli nöqtələrin sayı 2 dəfə azaldılıb. Palitrada rənglərin sayı 8-ə endirilib. Bu çevrilmədən sonra təsvirin ümumi həcmi necə dəyişər? İlk öncə qrafiki informasiyanın ümumi həcm düsturunu yazaq. A vurulsun B vurulsun I bit bərabərdir həcmə. Qrafiki informasiya deyəndə nə başa düşürük? Məsəl üçün bir dənə şəkil. Bir dənə belə bir şəkil təsəvvür eləyək. Bu şəklin eni olsun, bu da uzunluğu olsun. Şəkildə də nə görürüksə, hər şey piksellərdən ibarətdir. Şəkildə boş yer yoxdur. Şəkildə pikseldən başqa da heç nə yoxdur. Şəklin həcmi deyəndə nə başa düşülür? Yəni şəklin tutumu. Şəkil özündə nə tutur, nə saxlayır? Şəkil özündə saxlayır piksellər və o pikselləri rəngləndirən, onlara rəng verən hər bir rəngin dərinliyi. Şəkil özündə bunları saxlayır. Şəklin ümumi sahəsindəki pikselləri necə tapırıq? Bu şəklin üfüqi hissəsidir. Buradakı olan piksellərin sayını vururuq şəklin şaquli hissəsindəki olan piksellərin sayını. A-nı B-yə vururuq, alırıq şəklin sahəsindəki bütün piksellərin ümumi sayını. Və şəkil də rəngli olur da, ən az iki rəngdən ibarət olur şəkil, ağ, qara. Və ondan da yuxarı tərtibdə şəkil gözəl, müxtəlif rənglərdən ibarət olur. O rənglərin hər birinin də dərinliyi olur. Həmin dərinliyi də vururuq ümumi piksellərin sayına. Bu da verir bizə qrafiki informasiyanın həcmini. İndi burada deyilir ki, üfüqi nöqtələrin sayı 12 dəfə artırılıb. Nə deyirsə onda yazıram. A artırılıb 12 dəfə. Şaquli nöqtələrin sayı da 2 dəfə azaldılıb. B də azaldıldı 2 dəfə. Amma I bitin, yəni dərinliyin nə qədər, dərinin neçə dəfə azaldılıb, artırılması haqqında heç bir məlumat yoxdur. Mən bunu almaq üçün yola çıxacağam palitradan. Şəkil 512 rəngdən ibarət palitrada yaradılıb. Palitra rənglər çoxluğudur. Hər bir palitranın dərinliyi var. Bu dərinlikdə də bit olur. 512 palitradan ibarət rənglərin dərinliyi 2 üstü 9-dur. Buradan alıram 9 bit. Deməli, bir rəng burada 9 bit informasiya daşıyır. Əvvəl 512 palitrada rənglənmişdi. İndi oldu 8. İndi 8-in dərinliyini. 8 2 üstü 3-dür. Burada da bir rəng 3 bit yer daşıyır. İndi mən bitləri müqayisə eləyirəm. Tapıram ki, neçə dəfə azaldı. Əvvəl 9 idi, indi oldu 3. Neçə dəfə azaldı? 9-u 3-ə bölürəm, 3 dəfə azaldı. İndi mən götürüb bura yaza bilərəm. 3 dəfə azaldı. Palitranın özünü yazmıram. Palitranın dərinliyinə enirəm, bitləri götürüb müqayisə eləyirəm və belə tapıram. İndi artanlar qalır yuxarıda, azalanlar qalır aşağıda. 12-ni bölürəm 6-ya 2. 2 dəfə artdı. Palitra 8-ə enəndə həcm 2 dəfə artdı. Bir də var 8 dəfə endi. Şəkil 512 palitrada rənglənmişdi əvvəl. Amma indi 8 dəfə enir. 8 dəfə enirsə, deməli 512-ni 8-ə bölürəm. Olur 64. Deməli palitra olur 64. Hər ikisinin dərinliyinə enirəm. 9 bit 512-də, 64 də 2 üstü 6-dır. 6 bit də burada.
Əvvəl 9 bit idi, indi oldu 6 bit. Görək neçə dəfə azalıb. 9-u 6-ya böləndə 3, 2, 1,5 dəfə azalıb. İndi bu düsturu yenə yazıram. A vurulsun B, vurulsun I, bit bərabərdir həcm. Düsturu yazdım. Üfüqi nöqtələrin sayı 12 dəfə artmışdı. Şaquli nöqtələrin sayı da 2 dəfə azalmışdı. İ bitdə azaldı 1,5 dəfə. Bunu da gətirib yazıram bura. Bu da 1,5 dəfə azaldı. İndi yenə artanlar yuxarıda qalır, azalanlar aşağıda. 12-ni bölürəm, 2-ni 1,5-ə vuranda 3 eləyir. 12-ni 3-ə böləndə 4. 4 dəfə artdı. Rəng palitrası da 512 idi. 8 dəfə enəndə həcm 4 dəfə artdı.